Təhsil prosesi yalnız sinif otaqları ilə formalaşmır. Məktəb, şagird və valideyn arasında qarşılıqlı qurulan əlaqə bu prosesin keyfiyyətini müəyyən edən əsas amillərdəndir. Təhsil və zaman verilişinin bu buraxılışında məktəb, valideyn, şagird üçbucağının təhsildə rolu və bu münasibətlərin necə formalaşmalı olduğunu müzakirə edəcəyik. Təhsildə uğurun əsas şərtlərindən biri sağlam və balanslı məktəb, valideyn, şagird üçbucağıdır. Bu üç tərəf bir-birini tamamladıqda nəticə daha keyfiyyətli və davamlı olur. Müəllim-şagird arasında normal münasibət olmalıdır. Yəni, müəllim-şagirdə hər hansı bir tövsiyəni, göstərişi əmr şəklində yox, ona dostcasına, humanistcəsinə həmin fikri izah etməlidir. Məsələn, uşağa hər yaş qrupuna görə hər uşağın özünün yanaşma tərzi var. Biz hər uşağa eyni səviyyədə yanaşa bilmərik. Hər uşağın xarakterini nəzərə almaq lazımdır. Məsələn, 11-ci sinifdə, 9-cu sinifdə oxuyan uşaqla ibtidai sinifdə və yaxud da 5-ci sinifdə oxuyan uşağa eyni cür yanaşma tərzindən istifadə etmək olmaz. Müəllim uşağın, belə deyək ki, bir dostu olmalıdır. Amma bu o demək deyil ki, yəni hər cür münasibətdə o dost olmalıdır. Müəllim elə hərəkət etməlidir ki, uşaq onu özünə bir sirdaş bilsin. Bu il indi bir 5-ci sinif götürmüşəm. O 5-ci sinif uşaqları əvvəl gələndə, məsələn, özümə də qəribə gəldi ki, mən bunlarla necə yola gedəcəm. Uşaqlar mənə bir cür baxırdı. Amma, məsələn, az bir müddət keçməsinə baxmayaraq, bütün məktəb müəllimləri də bunu təsdiqlədi ki, həqiqətən uşaqlarda bir dönüş oldu. Mənə elə çətin gəldi ki, bunlar ibtidai sinifdən çıxıb mənə adaptasiya ola bilməyəcəklər, ancaq gördüm ki, yox. Bu da nəyin nəticəsində? Bir-birimizə düzgün yanaşmağın, düzgün qurulan münasibətin nəticəsində oldu. Gözəl nəsil yetişdirmək istəyiriksə, məktəb, ailə, uşaq üçbucağının prinsipini düzgün qurmalıyıq. Bu üçbucağın başında uşaq durur. Əgər bu üçbucağın başında uşaq durursa, biz uşağın arzu istəklərini nəzərə almalı, onun səsini eşitməliyik. Bəzən biz böyüklər kobud bir səhvə yol verir, özümüzün uşaqlığımızla indiki gəncləri müqayisə edirik və bu da uşaqların bizdən uzaqlaşmasına səbəb olur. Uşaq üçbucağın başındadır və onun bir tərəfi ailədir, digər tərəfi isə məktəbdir. Bunu bütün dünya təcrübəsi də göstərir ki, sağlam mühit, sevgi üzərində qurulan tərbiyə daha effektli olur. Ona görə də biz müəllim olaraq ailə ilə daim əlaqə saxlamalı və uşağın istək arzularını nəzərə almalıyıq. İşıqlı gələcək üçün sağlam nəsil böyütməliyik. Biz şagirdlərə həm psixoloji cəhətdən yanaşırıq, onların yaşlarına uyğun, yaş dövrlərinə, xarakterlərinə uyğun, həm təhsil sahəsində onları köməklik göstərməyə çalışırıq. Gün ərzində biz onları çox gördüyümüz üçün uşaqda hansı dəyişikliklər baş verir, dərslərinə necə yanaşır, yaşına uyğun hərəkətləri, davranışı necədirsə, biz bunları valideynlə qarşılıqlı əlaqədə olub daimi məlumatlandırırıq və eyni şəkildə valideynlərdən də şagirdin evdəki vəziyyəti haqqında məlumat alırıq. Çünki müasir dövrdə indiki uşaqlar bizdən bunu tələb edir ki, müəllim və valideyn sıx münasibətdə olsun və uşağı anlaya bilsin. Çünki dövrün tələbi artıq budur və indiki uşaqlar daha fərqlidirlər. Onlara yanaşmanı daha fərqli şəkildə istəyirlər, anlaşılmaq istəyirlər, müəllim tərəfindən başa düşülmək istəyirlər, dinlənilmək istəyirlər və biz də onların fikirlərini hörmətlə yanaşıb onları dinləməyə çalışırıq. Eyni şəkildə də uşaqlarda gördüyümüz hər hansı bir yanlış hallar varsa, neqativ hallar varsa, təbii ki, müsbət hallarda valideynə bildiririk ki, bu müsbət halla da qarşılaşmışıq. Hər zaman tənqid eləmək olmaz, müsbət tərəfləri də bildirib, onlara öz təşəkkürümüzü də bildirmək lazımdır ki, şagirddə də əhval-ruhiyyə yüksək olsun, məktəbə qarşı maraq daha böyük olsun ki, həvəslə gəlsin. Çünki dediyimiz kimi, günün çox hissəsini bizimlə keçidirlər və biz onlarda o marağı, həvəsi yaratmalıyıq ki, bizə qarşı o istək olsun ki, onlar o məktəbə gələndə səhər tezdən deməsinlər ki, yenə başladıq. Yəni, axşama kimi bizlə bərabər olmağın sevincini yaşasınlar.
Bunun üçün əlimizdən gələni edirik və dediyim kimi bir hardasa 10 il bundan əvvəlki uşaqlığla indiki də bir deyil. Yəni müasir uşaqlar onu tələb eləyir ki, onlarla müəllimdən ötədə bir dost kimi yanaşa biləsən, onların dərdinə şərik olmağı bacara biləsən. Çünki tamamilə fərqli bir psixologiyada böyüyürlər, daha azaddılar, söz azadlığı istəyirlər, sərbəstdirlər və onları anlamağa çalışırıq. Bunun üçün də məktəb, valideyn və şagird arasında mütləq cüzi bir bağ qurulmalıdır və bu üçbucaq tamamlanmalıdır. Əgər biri olmasa, bu mümkün deyil. Bəzən bizim dediyimizi valideyn təsdiq eləmirsə, o zaman biz o uşaqdan heç bir nəticə əldə edə bilmirik. Mütləq ki, valideynlə müəllim bir-birini qarşılıqlı anlamalıdır ki, uşaqdan da yüksək nəticə əldə edə bilək, o uşağı cəmiyyətə, gələcəyimizə qazandıra bilək. Mövzu ilə bağlı ümumi ictimai mövqeyini formalaşdırmaq üçün şəhər sakinlərinin fikirlərini də öyrəndik. Elə isə birlikdə izləyək. Söhbət bir uşağı böyütməkdən və yaxud da ona təhsil verməkdən gedirsə, işin çox qismi müəllimə düşür, digər qismi isə valideynə düşür. Bəzən valideynlər uşaqları çox sıxırlar, çox qısnırlar oxumaqla bağlı, digər şeylərlə bağlı. Təbii ki, bu psixoloji baskı olur. Uşaq əslində kökləndiyi şey valideyni razı salmaqdır, amma səhv yönəlmiş olur. Məncə dərsini oxumağa köklənməlidir ki, bu cür anlaşılmazlıq yaranmasın və yaxud da uşağın fikri yayınmasın deyə. Bunu valideyn aradan qaldırmalıdır, baskı etməməlidir mənim fikrimə görə. Təbii ki, müəllim də özünü sevdirməyə bacarmalıdır uşağa. Müəllimini sevən hər bir uşaq məncə dərsini yaxşı çalışacaq ki, hər zaman onun gözündə yüksək səviyyədə olsun. Məncə bu ailədən gələn bir şeydir. Uşaq vaxtından indiyə qədər ki, məktəbə qədər dövründə o qədər travmaları və yaxud da nəyisə olur ki, uşaqda diqqət pozuntusu yaranır. Müəllim də çalışır, uşaq da çalışır, valideyn də çalışır, amma nəticədə ortada heç nə yaranmır. Yəni uşaq nə qədər oxusa da beynimə girmir kimi və yaxud da yadımda qalmır kimin problemlər ortaya çıxır. Əlbəttə, müəllim, valideyn əlaqədə olmalıdır. Uşağın gələcəyi üçün, oxumaq üçün onlar birlikdə olmalıdırlar. Tək müəllimlə olmur. Tək müəllimlə 1-45 dəqiqədə uşağı, necə deyim, həm təlim, həm təhsil olmur. Evdən gəlməlidir və evdən valideynlərlə müəllimlər bircə işləməlidir uşağın üzərində. Müəllim və şagird arasında sərhəd olmalıdır, düzdür. Onun gələcəyi üçün biz əsas təməli qoyuruq. Ona görə uşaqlara daha çox qayğı, sevgi, həm də eyni zamanda onların savadlı bir şəkildə gələcəyə addım atmaları üçün əlimizdən gələni etməliyik. Hər iki tərəf, yəni həm müəllim, həm də valideynin birinci düşüncəsi və amalı olmalıdır ki, bəşəriyyətə normal, tərbiyəli bir övlad nəsib etsinlər ki, o gələcəkdə cəmiyyət üçün faydalı olsun. Əgər həm məktəb, müəllim, həm valideyn bu düşüncədə, bu amalda olsa, o zaman təbii ki, onların qarşılıqlı məhsulu olan şagird gələcəkdə faydalı ola biləcək cəmiyyət üçün. Məktəb şagirddə yalnız bilik deyil, eyni zamanda tərbiyə, məsuliyyət və dəyərlər aşılayır. Müəllim bu prosesdə yol göstərən, istiqamət verən əsas fiqurdur. Valideyn isə məktəbdə verilən təhsili ev mühitində dəstəkləyən, uşağın psixoloji və emosional inkişafında mühüm rol oynayan tərəfdir. Şagird isə bu üçbucağın mərkəzində dayanır. Onun marağı, motivasiyası və səyi olmadan uğur mümkün deyil. Mən qeyd etmək istəyirəm ki, bugün bəzi valideynlər elə hesab edirlər ki, müəllim onun rəqibidir, amma heç də belə deyil. Müəllim rəqib ola bilməz valideynə, müəllim valideynlə birgə uşağın məsuliyyətini çəkən şəxsdir. Valideyn nə istədiyini müəllimlə bölüşür, müəllim isə həm ona metodiki tərəfdən, eyni zamanda psixoloji tərəfdən də bütün tövsiyələrini verir və belə olan halda artıq uşaqda inkişaf, irəliləmə baş verir. Bunu da valideyn görür və müəllimə daha da rəğbət bəsləyir, daha da inanır. Mən arzu edərdim ki, bütün valideynlərimiz müəllimlərlə birgə addımlasın bu yolda və müəllimə inansın. Ulu öndərimiz çox gözəl bir kəlam demişdi. Demişdi, müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünü və gələcəyini ona etibar edir.
Mövzunun psixoloji tərəfini isə psixoloqdan öyrənəcəyik. Bu üçbucağın balansı şagirdin davranışına necə təsir edir? Uşaq dünyaya göz açdıqda ilk öncə valideyn davranışlarından təsirlənməyə başlayır və bu təsirlərdən sonra özünə müəyyən bir şəxsiyyət formalaşdırmağa başlayır. Görəsən mən valideyn tərəfindən dəyər görürəmmi, onun üçün nə qədər dəyərliyəm, mənim ehtiyaclarımı nə qədər görə bilir, məni nə qədər duya bilir kimi fikirlərlə valideyn uşaq arasındakı münasibət formalaşır. Və bu münasibət məktəb yaşından sonra məktəbdə müəllim və uşaq arasında davam edir. Biz bu üçbucaqda uşağı təməl olaraq görsək, valideyn və müəllimi birləşdirən isə həmin uşaq olur. Yəni bir növ uşaq valideyn və müəllim arasında körpü rolunu oynayır. Çox istərdik ki, həm valideynlər, həm də müəllimlər uşağa gərəkli sağlıqlı psixoloji mühiti yarada bilsinlər. Valideyn və müəllimin fikirləri üst-üstə düşmədikdə uşaq böyük paradoks yaşayır və mən hansına etibar etməliyəm, hansının sözü doğrudur, hansı haqlıdır deyə ikiləmlər yaşayır. Valideyn uşaq münasibətində uşaq daima görülmək və dəyər görmək istəyir. Çünki öz şəxsiyyətini, öz mənini məhz erkən yaşlarında tanımağa başlayır və bunu məktəbə də köçürür. Eləcə də müəllim və uşaq münasibətlərində də bu köçürməni görə bilirik və uşaq dərsdə, müəllim-uşaq-şagird münasibətində o mənini tanımağa və tamamlamağa çalışır. Əlbəttə ki, uşaq üçün ən düzgün, sağlam psixoloji mühit onun dəstək gördüyü, sevgi gördüyü və eləcə də hörmət gördüyü mühitdir. Biz uşaqlara sadəcə uşaq kimi deyil, hər şeyi və əsas da bizim duyğularımızı, emosiyalarımızı anlayan bir fərd kimi yanaşsaq daha düzgün olar. Sinifdə müəllim, evdə valideyn. Hər ikisinin məqsədi eynidir. Şagirdin isə uğuru. Bəs müəllimlər valideyn dəstəyini necə qiymətləndirirlər? Bu üçlük bir yerdə işləyəndə həm təlim üçün, həm təhsil üçün yüksək faydası olur. Bəzən belə ifadələr işlədirik ki, valideynlər elə ancaq məktəbə uşağın şikayəti üçün gəlir. Ya nəsə uşaq bir artıq hərəkət eləyəndə valideyni məktəbə çağırırlar. Elə deyil. Məsələn, bir summativ işlədirik. O summativin nəticələrini tez bütün valideynlər görsən zəş vurur. Müəllimə uşaqlar summativdən necə yazdılar filan. Yəni valideyn üçün maraqlıdır. Müəllimlə valideynin əlaqəsi bunda yaranır ki, məsələn, valideyn orada uşağının hətta o summativdə hansı sualı indi deyə bilmirik də. Bütün valideynlər ali təhsillidir, oxuyandır. Oxuyanı da var, orta təhsillisi də var. Amma yenə də olsun onu müəllimlə müzakirə eləməyi görürük ki, valideyn bunu istəyir. Bu da müəllimlə valideyn arasında əlaqəni daha da möhkəmləndirir. Düzdür, indi müəyyən səbəblər olanda çağırırıq valideyni, tək fərdi də söhbət aparırıq. Bu bizim sinif rəhbərinin iş planında da var. Həftədə ən azı 1-2 valideyndən fərdi söhbət aparılır. Bundan əlavə valideyn iclasları olur. Valideyn iclaslarında o sinifin tədbirlər planı ilə tanış eləyirik. Ayba-ay, məsələn, valideyn bilir ki, bu ay sinifdə hansı tədbir olacaq. Valideynlərdən o tədbirdə iştirak eləmək istəyənləri də biz həmin tədbirə dəvət eləyirik. Bu da yenə deyirəm, məktəb, valideyn, müəllim arasında bir sıx əlaqənin yaranmasına imkan yaradır. Gələcəyimiz olan uşaqların inkişafında, onların dünya görüşünün formalaşmasında və eyni zamanda gələcəyə olan inamı psixoloji olaraq formalaşdırmaqda məktəbdə müəllimin rolu böyükdür. Və valideynin müəllimlə birgə əməkdaşlığı, məktəb üzərində olan bütün məsuliyyəti birgə götürməsi uşağının gələcəkdə böyük uğura nail olmasına səbəb ola bilən amillərdəndir. Uşaqların gələcəyini formalaşdırmaq üçün biz ibtidai sinif müəllimlərinin üzərinə böyük məsuliyyət düşür. Demək olar ki, ali addımı uşaqlar ilk olaraq məktəbdən atırlar və bu da onların həyatı tanıması, mühitdə özünü aparması və cəmiyyətdə özünü necə təqdim etməsini məhz ibtidai sinif müəllimi tərəfindən aldığı bilik əsasında və bacarıq əsasında formalaşdırır. Bu da biz müəllimlərin üzərinə düşən böyük bir məsuliyyətdir.
Müəllimlərin də vurğuladığı kimi valideynlə məktəb arasında sağlam və davamlı əməkdaşlıq formalaşdıqda şagirdin həm akademik göstəriciləri, həm də davranış modeli müsbət istiqamətdə inkişaf edir. Valideynlərin məktəblə əlaqəsi şagirdin təhsil mühitinə adaptasiyasında mühüm rol oynayır. Bəs valideynlər bu məsuliyyəti necə dərk edir? Məktəblə əməkdaşlığa hansı prizmadan yanaşırlar? Hər bir şagirdin iki ailəsi olur. Onlardan birincisi öz ailəsi, digəri isə məktəb ailəsidir. Məktəb ailəsi ilə öz ailəsi daim bir-biri ilə əməkdaşlıq etməli, ünsiyyətdə olmalıdırlar. Çünki təlim-tərbiyə prosesi elə bir məsuliyyətli işdir ki, bu işin öhdəsindən asanlıqla tək gəlmək mümkün deyil. Bunun üçün də məktəb, şagird və valideynin səmərəli təşkil etdiyi üçbucaq fonunda onu daha da yaxşılaşdırmaq olar. Məktəb, şagird və valideyn bu cür əməkdaşlıq təhsilinin ən mühüm modellərindən biridir. Bu modelin tərəfləri bir-birini tamamladıqda şagirdin dərs uğuru, o cümlədən pedaqoji inkişafı daha sağlam olur. Çünki məktəbdə şagird dərs alır, tərbiyə alır və o cümlədən məktəb şagirdin cəmiyyətdə yaxşı bir şəxsiyyət kimi formalaşdırılmasında ən mühüm məkanlardan biridir. Məktəbdə olan müəllimlər isə şagirdləri daim nəzarətdə saxlamalıdır, onların inkişafını izləməli və istiqamətləndirməlidirlər. Bu modelin əsas mərkəzi isə şagirddir. Şagird daim özlərində çalışmalıdır, məktəbdə olan qaydalara, şagird qaydalarına riayət etməlidir, dərs uğurları çox olmalıdır. Və bütün qaydalara əməl etmiş olduqda isə onun təhsildə uğurları, nailiyyətləri daha möhkəm, daha yüksək olur. Şagird bütün mənəvi, psixoloji dəstəyi öz valideynindən alır. Valideyn məktəblə daim əlaqədə olmalıdır, məktəbdə keçirilən valideynlər iclasında daim iştirak etməlidir, fən müəllimləri ilə, məktəb psixoloqları ilə sıx əlaqədə olmalıdır. İstər övladının müsbət keyfiyyətlərini, istər mənfi keyfiyyətlərini üzə çıxarıb və bütün bu mənfi xüsusiyyətləri aradan qaldırmalıdır. Əgər bu əməkdaşlıq prosesində tərəflərdən biri zəifləyərsə, bu təhsilə birbaşa təsir etmiş olar. Təhsildə şagirdin yaxşı uğuru üçün əməkdaşlıq və qarşılıqlı hörmət şərtdir. Müəllimlər biliyi ötürən şəxslərdir və bunu səbirlə, sevgi ilə uşaqlarımıza ötürürlər. Uşaqlarımız isə öz gələcəklərini onların verdiyi biliklər nəticəsində formalaşdırırlar. Təbii ki, bir valideyn olaraq biz bu prosesdən kənarda qalmamalıyıq. Daim bu təhsil prosesinin içində olmalıyıq. Təkcə bizim borcumuz valideyn olaraq evdə övladlarımıza qayğı göstərmək deyil. Eyni zamanda məktəblə, müəllimlərlə sıx əlaqə qurmalıyıq ki, onların məktəbdə olan problemlərini aradan qaldırmaq üçün və onlara dəstək olmaq üçün həm məktəbə dəstək, həm də övladlarımıza dəstək olmaq üçün bu yolda bircə addımlamalıyıq. Unutmamalıyıq ki, bizim hər ikimizin məqsədi eynidir. Biz övladlarımızı düzgün tərbiyə verib, savadlı gənclər kimi yetişdirmək istəyirik. Eyni zamanda müəllimlərin də istəyi savadlı, bilikli və vətənpərvər şəxsiyyətlər yetişdirməkdir. Bu yolda düşünürəm ki, qarşılıqlı münasibət düzgün qurulsa, biz məqsədimizə mütləq şəkildə çatacağıq. Valideynin müəllimə güvəni çox vacibdir. Çünki müəllim yalnız dərs deyən şəxs deyil, həmçinin uşağın formalaşmasında böyük rol oynayan bir insandır. Hər bir valideyn istəyər ki, həmçinin mən özüm də istəyərəm ki, mənim övladım məktəbdə anlayış, ədalət və diqqət görsün. Əlbəttə, bəzən fikir ayrılıqları olacaqdır, bu normal haldır. Amma əsas məsələ ondan ibarətdir ki, problem yarananda ünsiyyətlə bu problemi həll etməyi bacarsın müəllim və valideyn. Əgər müəllim yaxşı anlayışlı olsa, valideyn də yaxşı dinləyici olsa, bu zaman problemlər də aradan tez qalxacaq. Və bu zaman uşaq da özünü rahat hiss eləyəcək, təhlükəsiz hiss eləyəcək. Çünki onun arxasında etibar elədiyi bir müəllim və valideynləri dayanıbdır. Əlbəttə ki, mənə görə ən gözəl davranış qaydası o olardı ki, müəllim və valideynlər özlərini rəqib komandanın oyunçuları kimi görməsinlər, bir komandanın üzvləri kimi görsünlər. Çünki bizim məqsədimiz birdir, gələcəyə xoşbəxt, sağlam və məsuliyyətli övladlar yetişdirmək. Hər bir valideyn düzdür, öz övladını müdafiə eləyə bilər, bu onun normal haqqıdır. Amma bir müəllim olaraq istəyərəm ki, valideyn övladını müdafiə eləyən zaman öz övladının yanlış və doğru hərəkətlərini də ona izah eləsin. Müəllim olaraq da onu istəyərəm ki,
Uşaqlar da müəllimlə normal davranış qaydalarına riayət edərək danışsınlar, əsasən də hörmətli olsunlar. Əlbəttə biz şagirdlərə də bunu indidən aşılamalıyıq. Əgər biz onlara bir fərd kimi, gələcəyin şəxsiyyətləri kimi baxsaq, biz də onlarla hörmətlə davrandığımız üçün eyni proses qarşılıqlı davam eləyəcəkdir və gələcəyimiz üçün sağlam, məsuliyyətli övladlar, şagirdlər yetişdirmiş olacağıq. Bir valideyn kimi öz övladımı dəstəkləyici tədbirlər görürəm. Yəni onunla dərsləri haqqında söhbət aparır, müəllimlərdən onun dərsdə özünə aparmağı, davranış qaydaları haqqında mütəmadi olaraq məlumat alıram. Müəllimlər də şagirdlər haqqında onların davranış, nizam, intizam və dərsə marağı və yaxud da hər hansısa bir təlim-tərbiyə prosesini pozacaq mənfi davranış haqqında mütəmadi olaraq bizlərə məlumat verirlər. Bunun üçün bizim məktəbimizdə mütəmadi valideyn iclasları keçirilir. Həmin iclaslarda sinif rəhbərləri və digər fənn müəllimləri bizi övladımızla əlaqəli məlumatlandırırlar. Bugünkü gün şagirdin, yəni övladlarımızın düzgün inkişafı məktəb və ya təhsildən asılı deyil. Biz də valideyn kimi öz üzərimizə düşən öhdəlikləri düzgün yerinə yetirməliyik. Müəllimlərlə əlaqədə olmalıyıq, övladımızla dərs və yaxud da digər təlim-tərbiyəvi söhbətlər haqqında söhbət aparmalıyıq, onları başa düşməyə çalışmalıyıq. Biz bilirik ki, bugünkü gün övladlarımıza, yəni uşaqlarımıza müəyyən davranışında müəyyən problemlərlə də rastlaşırıq. Həmin problemlərin aradan qaldırılması üçün məktəb psixoloqumuzla mütəmadi əlaqədə oluruq. Məktəb psixoloqu öz şagirdlərə, hətta bizim xəbərimiz olmadan belə öz dəstəyini verir və şagirdləri hərəkətlərinin düzgün formalaşmasında ona köməklik göstərir. Məktəb valideyn-şagird münasibətləri sistemli şəkildə necə qurulmalıdır? Bu üçbucağın balansını qorunmaq üçün hansı addımlar atılmalıdır? Bu suallara təhsil eksperti ilə aydınlıq gətirəcəyik. Müəllim şagird üçbucağını əslində müəllim qurur. Niyə müəllim qurur? Çünki ola bilsin ki, valideynlər bu üçbucağı quracaq qədər savadlı olmaya da bilər. Bu üçbucağın əsas memarı müəllimdir. Şagird isə məlumdur ki, hələ yetkin deyil, belə bir üçbucağı qura bilməz. Müəllim bu üçbucağı necə quracaq? Əvvəlcə bu üçbucağın yaxşı qurulması üçün peşəkar və şəffaf kommunikasiya kanalları olmalıdır. Peşəkar deyəndə mən WhatsApp üzərindən istənilən vaxtda müəllimlə əlaqə qurulsun mənasında demirəm. WhatsApp-la əlaqə saxlanılacaqsa belə, telefonla əlaqə saxlanılacaqsa belə, müəyyən bir saat intervalında müəllimlə valideyn arasında müntəzəm kommunikasiya olmalıdır. Sadəcə şagirdin mənfi nəticələrini yox, həm də müsbət nəticələrini, onun davranışları ilə bağlı olan vəziyyəti də, onun proqresi, inkişafı ilə bağlı olan məsələləri də müəllim müntəzəm olaraq valideynə çatdırmalıdır. Məsələn, bu həftədə bir dəfə ola bilər. Həmin şagird haqqında bir hesabat yaza bilər, kiçik bir hesabat göndərə bilər, onun qiymətləri, onun davranışları və s. Bir həftənin təhlilini cümə günü axşam bütün valideynlərə bir-bir ayrı-ayrılıqda göndərə bilər. Hər bir şagirdin məlumatları konfidensialdır. Ona görə də bir WhatsApp qrup orada bütün valideynlərin görəcəyi şəkildə uşaqların məlumatlarını, nəticələrini bölüşmək peşəkar deyil, düzgün deyil. Bu üçbucağı qurarkən əsas məsələlərdən biri də konfidensiallıqdır. Peşəkarlıq və konfidensiallıq. Hər bir vəziyyət valideynə çatdırılmalıdır, bu şəffaflıqdır. Amma digər valideynlərə çatdırılmamalıdır. Çünki ola bilər ki, valideynlər arasında qısqanclıq meydana gələ bilər, hansısa mənfi hallar ortaya çıxa bilər. Ona görə də valideyn qarşısında müəllim də öz öhdəliyini yerinə yetirmək, həm də özünün ehtiyatını almaq məqsədi ilə məlumatları sadəcə şagirdin valideyninə ötürməlidir. Müsbətlərlə birgə həm də mənfilikləri ötürməlidir. Mütəxəssislər bildirirlər ki, bu üç tərəf arasında ünsiyyət zəiflədikdə ilk zərəri şagirdin təhsil göstəriciləri görür. Əksinə, qarşılıqlı hörmət və əməkdaşlıq olduqda şagirdin həm akademik nəticələri, həm də şəxsi inkişafı daha güclü olur. Beləcə, şagirdlə müəllim işləyərkən vəziyyətin necə olduğu ilə əlaqədar valideynə hesabat getmiş olacaq. Evdə isə valideyn işə cəlb olunmalıdır. Yəni, müəllim ümumi iclaslarda bütün valideynlərə onların öhdəliklərini izah edə bilər. Çünki bütün valideynlər öhdəliklərini bilmir. Bütün valideynlər övladlarına düzgün davranmır.
onları düzgün dəstəkləmir. Ona görə də müəllim öyrəndikləri ilə, qatıldığı seminarlar, vebinarlar, YouTube videoları ilə, oxuduğu, mütaliə etdiyi kitablarla sinifindəki şagirdlərinin, valideynlərini maarifləndirilməlidir ki, ey valideynlər, hörmətli valideynlər, sizdən mənim gözləntim nədir? Mənim öhdəliklərim nədir? Sizin öhdəlikləriniz nədir? Şagirdlər onsuz da öhdəliklərini bilir. Sadəcə biz böyüklər onları necə yönləndirsək, onlar o şəkildə inkişaf edəcək. Ona görə də biz valideynləri prosesə cəlb etməliyik. Şagirdlərin inkişafı üçün şagird prosesin mərkəzindədir. Şagird prosesin bir mənada əsas obyektidir, əsas subyektidir. Yəni onu biz prosesin içərisində bir tərəf kimi görürük, amma eyni zamanda məqsəd onun inkişafı, onun bir mənada pöhrələnməyidir, çiçək açmağı. Bunun üçün isə valideynin və müəllimin rolları var. Müəllim öz rollarını özü öyrənməlidir, valideynin rollarını isə yenə müəllim valideynə öyrətməlidir. Hər zaman valideyn öz rollarını bilməyə bilər. Bu mənada düşünürəm ki, bu öhdəlikləri yerinə yetirdiyi müəllim gördüyünüz kimi əsas iş müəllimin üzərinə düşür. Düşünürəm ki, məktəbdə gözəl bir öyrənmə mühiti meydana gələcək. Nəticə olaraq qeyd etmək olar ki, məktəb valideyn-şagird üçbucağının sağlam və davamlı şəkildə qurulması təhsil keyfiyyətinin yüksədilməsinə birbaşa təsir edir. Bu əməkdaşlıq nə qədər güclü olarsa, şagirdin inkişafı və gələcək uğurları da bir o qədər möhkəm olar. Belə, dəyərli izləyicilərimiz, təhsil və zaman verilişinin sonuna gəlib çatdıq. Sağ olun, salamat qalın.